Artıq yay öz istisini göstərir. Havaların isinməsi ilə bir çox insanın ən çox tələbat göstərdiyi məhsullardan biri də dondurmalardır. Bəs dondurma alarkən nələrə diqqət etməliyik? Qida mütəxəssisi Məsət Hüseynova Milli Azı açıqlamasında bildirib ki, ilk növbədə məhsulun istehsal və son istifadə tarixinə diqqət edilməlidir. Tarixi keçmiş və ya son istifadə tarixinə az qalmış dondurmalar mikrobiolojik risk daşıya bilirlər. Dondurmalar -18 dərəcə temperaturda saxlanmalıdır. Əgər məhsulun üzərində don açılıb yenidən donubsa, bu dondurmanın təkrar dondurulduğunu göstərir və zəhərlənmə riski artır. Qablaşdırmanın forması dəyişibsə və ya içərisində buz kristalları varsa, bu artıq təhlükə siqnalıdır. Xüsusilə qeydiyyatssız köşklərdə günəş altında saxlanılan dondurmalardan uzaq durmaq məsləhətdir. Tanınmış və etibarlı markaların məhsullarına üstünlük vermək riskləri azaldır. Qablaşdırma üzərində AZS standartı və ya müvafiq sertifikatların olması məhsulun daha təhlükəsiz olduğunu göstərir.